Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Ümid edirəm hər biriniz yaxşısınız. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, dietoloq və nutrisioloqdur. Hal-hazırda Sabira Wellness-də fəaliyyətim təlimçi kimi fəaliyyət göstərməyimdir. Əsas məqsədimiz həm mənim, həm şirkətin ümumi olaraq şirkətdə olan məhsulların mexanizmini sizlərə izah etməkdir. Və bilirik ki, hər həftə bizim təlimlərimiz olur, fərqli-fərqli formatda, fərqli-fərqli mövzulara toxunuruq. Və bugünkü təlimimiz də əlbəttə ki, təsadüfi seçilməyibdir. Çünki bu yaxın günlərdə bildiyiniz kimi komandalarımızla, əməkdaşlarla bir test sualları keçirtmişdik və bu sualların 98, hətta 99% deyərdim ki, bu mövzu ilə bağlı idi və açıq deyim ki, ümumi olaraq hər kəs burada səhv etmişdi. Demək bu o deməkdir ki, məhsulu istifadə edirik, insanlara tövsiyə edirik, lakin onun mexanizmini düzgün anlamırıq. Mən burada əsas məqsədim bugünkü məhsulları fiziologiyasını bilməkdir. Həm də bu bizim bədənimizə necə reaksiya verir. Ə, İlk olaraq adından da gördüyümüz kimi məhsullar antispirantlardan danışacağıq. Ə, Gəlin baxaq ki, ümumiyyətlə tərləmə fizioloji bir sistemdir. Bu proses necə baş verir? Əvvəlcə bunu qeyd etməyimi istəyirəm ki, tərləmə ümumiyyətlə bizim bədənimizin mexanizmidir. Yəni bu bizim düşmanımız deyil, tərləməmiz bizim normal bir halımızdır. Lakin biz bunu dayandırmamalıyıq, idarə etməliyik. Ümumiyyətlə bilin ki, bədəndə əsasən iki tər vəzi var ki, hansı ki biri ekrin vəzləridir. Bunlar bizim bədənimizin termorequlyasiyasını tənzimləyir, yəni temperaturu. Bir də var apakrin vəzləri. Apakrin vəzləri xüsusilə qolaltı, qasıq, döş nahiyəsində olan vəzlərdir. Yəni bu hər iki vəzdən də ümumiyyətlə bizdə termorequlyasiyası baş verir və buradan da tər ifrazı olunur. Və xüsusilə bu vəzin ifraz etdiyi tər, xüsusilə qoltuq altı nahiyədə olan tərin tərkibində bəzi zülallarla lipidlər var. Yəni tərkib hissəsi və bunlar da istər-istəməz orada qaldıqda orada bir oksidləşmə prosesi gedir. Yəni bakteriyalar parçalanır və nəticədə qoxu yaranır. Əslində tərin özü qoxusuzdur. Yəni ona qoxu verən əslində bakteriyaların fermentasiyasıdır. Yəni nəticəsində əmələ gələndir. Yəni parçalanan zaman bakteriyalar bir-birindən çoxalırlar. Yəni bakteriyalardan bizə elə gəlir ki, yəni tər qoxur. Əslində tərin özü qoxusuzdur. İlk olaraq mütləq ayırd etməyinizi istəyirəm ki, antispirantların məqsədləri fərqlidir, dezodorantların məqsədləri fərqlidir. Yəni mexanizm olaraq, yəni indi hal-hazırda, yəni bəlkə indi evlərdə ümumi bəlkə nəsə digər məsəl üçün məhsullarla müqayisə etdikdə də bunu mütləq bilməliyik. Demək, dezodorantlar ümumi qoxunu neytrallaşdırır, yəni qoxuya səbəb olan antibakterial təsir göstərir, amma tərləməni azaltmır. Yəni əgər biz dezodorantlardan istifadə ediriksə də onu tərləməyə bloklayan və yaxud da həmin kanallardan ifraz edən tərin sıxlaşdırmağa heç bir aktiv maddə yoxdur. Bunun məqsədi, yəni tərləmə bu şəkildə olacaqdır, lakin qoxusuz olacaqdır. Antispirantlarda isə burada fərqlidir. Burada tər ifrazını azaldır, tər kanallarını müvəqqəti olaraq, yəni müvəqqəti olaraq daraldır və orada da alüminium duzları ehtiva edir. Yəni alüminium özü orada ion şəkildə ayrılır. Ümumiyyətlə, hal-hazırda bazarda, dünya bazarında olan dezodorantlardırsa, antispirantlardırsa da onların əsas tərkibi alüminium duzlarıdır. Daha çox hal-hazırda məsəl üçün market rəflərində gördüyümüz çoxlu brendlər var ki, daha çox hansı ki üzərində 48-72 saat yazılanlar, onların tərkibində olan alüminium zirkonium duzudur, bir də alüminium xlorohidrat duzudur. Yəni bu iki duzun molekul ölçüləri çox böyükdür və əsasən də təsir gücü 48 saat 78 saatdır. Bunu daha çox demək
İnsanlar var ki hiperhidrozdular ki, yəni heç nədən tərləyirlər ki, əslində bu genetik də ola bilər, insanın sinir sistemindən də əlaqəli ola bilər, hormonal da ola bilər. Məsəl üçün anidən bir insan deyir ki, məsəl üçün mən də uşaqlıqda belə idim, uşağım da, yəni anidən heç nədən tərləyir. Bunlara hidroz insanlar deyirlər ki, yəni heç nədən tərləmə prosesi baş verir. Yəni normaldan artıq tərləmə prosesi baş verir. Və bu zaman artıq bu tərlə mübarizə apara bilməyəndə bəzən tövsiyə olunur ki, lakin bunu da düzgün şəkildə istifadə etmək məqsədi ilə. Lakin bunların fəsadları nədir? Biz dedik ki, dərinin özünün mikroflorası var. Həmin o mikrofloranı poza bilir. Yəni çox güclü bloklayıcı oldu. İnsanlar bilmədən, elə məsələn uşağa da belə, məsəl üçün 72 saatdan istifadə edir, bloklayan antispirantlardan istifadə edirlər. Çünki bilmirlər ki, tərkibində bu böyük alüminium duzları var. Zirkoniumla xlora hidrat alüminium. Və ən əsası dəfələrlə rastlaşdığım, hətta mənim ətrafımda bunu 72 saat yazılsa belə bunu insanlar gün ərzində 2-3 dəfə istifadə edirlər. Əslində bu da düzgün deyil. Yəni burada da mütləq diqqətli olmağımız gərəkir. Gəlin indi isə sizə çox aydın şəkildə izah edəcəm. Ümumiyyətlə antispirantlar bizim bu tər vəzimizdə necə iş görür? Baxın, bu birinci şəkildə gördüyümüz bizim tər vəzimizdir və burada heç bir antispirant yoxdur. Bu da bizim dərimizdir. Bu bizim tər kanalımızdır. Əgər biz dərimizə antispirant tətbiq ediriksə də, burada tərlə həmin bu antispirant reaksiyaya girərək gil tipli bir kompleks yaradır. Və bunlar da müvəqqəti olaraq həm səthi, həm kanalları bağlayır. Və bağlayaraq, görürsüz burada xırda bu qırmızılar, bunlar alüminium ionlarıdır və bunlar burada yaranaraq duq şəklində həmin kanalı bloklayır. Yəni həm də kanalı daraldır. Bu əslində daimi deyil, əlbəttə ki, yəni müvəqqəti bir prosesdir. Bir müddətdən sonra, yəni bir də bu tərləmə prosesi baş verəcəkdir. Əsasən 24-48 saatdan sonra bu proses, həmin bu şəkildə gördüyümüz bu reaksiya təmizlənir. Və həmin dediyim bundan əvvəl bu xlorohidrat və alüminium zirkonium duzlarında isə burada isə həmin bu kristallar çox böyük şəkildə olur. Yəni həddindən artıq böyük olur və orada da çox molekul olaraq böyük olduğu üçün qalma müddəti çox uzanır və uzandıqca da istər-istəməz biraz qıcıqlanma və burada da alüminium ionu ayırdığı üçün və orada qıcıqlanma yarana bilir. Proses ümumiyyətlə bu şəkildə baş verir. Ümumiyyətlə bilirik ki, ümumi danışırıq ki, hal-hazırda, yəni şirkətin məhsullarına indən sonra bir-bir hər birini ayırd edəcəyik və biz ümumi bilirik ki, 24, 72, 48 saat olan antispirantlar var. Bunların demək tərkibindəki daha çox alüminium duzlarına görə. Yəni yüksək dozdadır ki, orada alüminium daha çox qalır və kristal tıxac yaranır. Daha yüksək olanlarda əlbəttə ki, biraz risklidir. Bunlar dediyim kimi daha güclü variantlardan ötürü istifadə olunur. Yəni hər kəsdən ötürü deyil. Və hal-hazırda bilirik ki, şirkətdə antispirantlar mövcuddur və sizlərin də test əsasında ayırd elədiyim əsas məqam odur ki, hal-hazırda şirkətdə olan antispirantların tərkibində alüminium varmı? Bəli, var alüminium. Orada hətta özünüz də görə bilərsiniz, potasium alüm sözü yazıb. Yəni bunun mənası alüminium kalium sulfat kristallardır. Yəni bundan əvvəl dediyim alüminium xlorohidrat deyil, daha çox gördüyümüz alüminium zirkonium deyil. Yəni sırf burada alüminium kalium sulfat formasındadır. Bunun özü də duzdur, lakin bu görürsüz kaliumla, potasiumla birləşdiyi üçün burada mineral mənşəli duzdur və ən çox da vulkan mənşəli kristal formasındadır. Yəni bu ümumi olaraq bununla fərqi ilk olaraq budur ki, alüminium var, lakin bunun yumşaq formasıdır və ən əhəmiyyəti mineral tərkibli alüminiumdur. Çünki ona kalium sulfat birləşibdir. Bəs dediyimiz bu potasium alüminium, yəni hal-hazırda şirkətdə olan antispirantların tərkibindəki olan alüminium nə iş görür?
Baxın, o demək yenə biz onu tətbiq edəndə qolaaltı nahiyəmizdə həmin tərin tərkibindəki olan zülallarla, proteinlərlə reaksiyaya girir. Reaksiyaya girərək, baxın, belə bir mikrokristal qat əmələ gətirir. Yəni burada gördüyünüz kimi, baxın bu şəklə, bilmirəm burada görə bilirsiniz. Burada tər kanalını bağlamır, tam bağlamır. Yəni burada tər kanallarını daraldır. Yəni daralma hissi gəlir. Bu səbəbdən də daha çox yumşaq təsir göstərir. Həssas dərilər üçün çox uyğundur və sorulması da minimaldır. Yəni baxın, burada gördüyümüz bu halqalar, bu adi 72-48 saat olan antispiratların bizim ə, tər vəzlərimizə yaratdığı bir şəkildir ki, görürsüz burada duzda kristal formasında yaranıbdır və bunlar da demək olar ki, alüminium burada tək-tək ion şəkildə tamamilə hər bir yerə səpələnir. Lakin demək potassium alüminium, yəni alüminium kalium duzu isə səthi bir təbəqə yaradaraq və bu nahiyəyə çox yumşaq formada daxil olub bu kanalı daraldır. Yəni əsas iş prinsipi budur. Yəni olsanıq, yəni bu şəkildə biz fərqləndiririk. Və bilirik ki, antispiratların ümumi olaraq rol formasında, stik və sprey formasında mövcuddur. Bilirik ki, hal-hazırda şirkətdə rol formasında, burada yəni rol formasında olmağının əsas məqsədi aktiv maddə birbaşa dəriyə ötürülür, daha effektiv olur. Stiklərdə quru səth yaradaraq, yəni burada bir mexaniki qat yaradır. Spreylərdə isə yayılma daha az stabil təmas olur, çox yəni az bir təmas olur. Və onun üçün də və ən önəmli bunlardan əlavə mütləq biz məhsul əldə edəndə onun tərkibindəki olan alüminiumun hansı növüdür və bizim tərimimizə təsir edən aktiv maddə və bir də ən önəmli bakteriyalarımıza təsir edən aktiv maddə önəmlidir. İndi isə keçək hal-hazırda şirkətdə olan antispiratlar var. Bunların işinə ümid edirəm ki, hər biriniz mexanizmi anladınız. Yəni proses necə gedir və biz mexanizmi necə idarə etməliyik. Və məhsullara gəldikdə, demək, hal-hazırda gördüyümüz bu qadınlar üçün nəzərdə tutulmuş bu antispirantın tərkibində potassium alüminium var, yəni kalium sulfat duz formasında, piraktin alamin var, gül nanə çökə hidratlardır bunlar. Bunların işi nədir? Bunların işinə gəlin baxaq. Potassium alüminium dedik ki, həmin o tər kanalında səthi təbəqə yaradır və kanalı daraldır. Yəni başqa bir şey etmir, bloklamır. Piraktin alüminium isə antiinflamatordur, antibakteriyalardır. Yəni hər vəzinin ifraz etdiyi tərin tərkibindəki olan zülal parçalanıb reaksiyaya girəndə orada qoxu verən bakteriyaları demək olar ki, zərərsizləşdirir. Ən işi budur. Hidratları burada qoymaqda məqsədlərinin əsas işi isə qıcıqlanmanı azaldır. Çünki bəzən olur ki, digər antispiratlardan istifadə etdikdə orada bir qaşınma halı kimi müşahidələr olunur. Məhz orada qıcıqlandırıcı bir kimyəvi maddələr olduğu üçün o səbəbdən. Lakin bunun tərkibindəki olan hidratlar vasitəsilə, yəni güldür, nanədir, cökədir, bunların sayəsində demək olar ki, bu qıcıqlanma tamamilə yox olur. Və adaptogenlər də vardı ki, onun əsas işi nədir? Biz dedik ki, bəzən insanlar tərləmə prosesi stresslə əlaqələr olur ki, bu da dərini istər-istəməz dəri stresi hiss edir və bu tər vəzləri daha aktiv olur. Adaptogenlər də həmin ona davamlı olmaq üçün tətbiq olunur. Ümumi olaraq daha çox həssas dərilərə, daha çox belə deyim, əgər bir insanın dərisi çox həssasdırsa da və yaş kateqoriyası çox aşağıdırsa da, bu antispiratlar məhz onlardan ötürüdür. Və kişilər üçün antispiratların tərkibi qadınlar üçündən fərqlidir. Çünki həmin bu apokrin vəzi, yəni tər vəzimiz, hansı ki qoltuq altı nahiyəmizdə olan vəzin daha aktivdir kişilərdə və onun üçün də bunun tərkibini əlbəttə ki daha güclü formatda hazırlayıblar. Eyni olaraq potassium alüminiumdur, yəni yumşaq duz formasında olan alüminium eyni var. Yəni işi
işi də eynidir ki, hansı ki, həmin prosesi daraldır, həmin vəzi daraldır və nəzik bir təbəqə yaradır. Hə, bir də ən önəmli alüminium, kalium duzları, yəni bu potassium, alüminium, alüminium iyonları ayrılanda ondan, yəni üst təbəqədə qalır. Yəni tamamilə kanalın içərisində keçmir. Yəni çünki yumşaq formada olduğu üçün o üst təbəqədə qalır. Yəni əlbəttə ki, bu da bizim üçün çox müsbət prosesdir. Demək, bundan əlavə qadınlarla olan seriyasından fərqi, onun tərkibində sink, maqnezium, mis kompleksi var ki, bunlar da güclü antibakteriallardır. Yəni burada tərvəzi daha çox olduğu üçün bakteriyalar qadınlara daha çox parçalana bilir də, bakteriyaların sayı daha artıq ola bilir. Və ona görə bu piraktin alamindən əlavə bunun tərkibinə sink də əlavə ediblər ki, burada daha güclü bir antibakterial, antiinflamator proses yaransın. Rozmarin də əlavə etməkdən səbəbləri odur ki, bəli, biz dedik ki, bakteriyaları zərərsizləşdirir, lakin bəzən qoxu qala bilir ki, yəni çoxluq nəticəsində rozmarin də həmin qoxuları bloklamaq üçün maddənin tərkib hissəsinə əlavə ediblər. Və hal-hazırda şirkətdə olan digər antispirantımız var ki, bunlar ümumi olaraq Sibir demək ekstraktlarından hazırlanmış antispirantdır. Bunun məqsədi, işi, tərkibi digərlərinə nisbətən də fərqlidir və hər biriniz istəyirəm ki, bunu ayrılıqda hətta qeyd eləyəsiniz və yaxud da yadınızda yaxşı saxlayasınız ki, çünki dediyim kimi hər birində potassium, alüminium var. Yenə bunun işi daralmadır. Lakin bunun işindən əlavə, bunun tərkibindən əlavə sink glukonat var. Yəni sinkin glukonat formasıdır. Bir də arpa unu var. Baxın, bunun səbəbi nədir? Yəni məqsəd nə imiş bunu arpa ununu qoymaqda? Arpa ununu burada qoymaqda məqsəd odur ki, fiziki absorsiya yaranır. Yəni əslində tərləmə prosesi baş verir və həddən artıq çox tərləyən insanlarda potassium, alüminiumun gücü çatmaya bilir. Çünki burada kanal daralıbdır. Kanal daralıbdır və orada demək sink glukonat neynir? Sink glukonat isə həmin o bakteriyaları demək olar ki, sintez olunmuş, yəni parçalanmış bakteriyaları bloklayır. Yəni tamamilə onları zərərsizləşdirir. Məhv etmir, amma zərərsizləşdirir, tamam blok vəziyyətinə gətirir. Və önəmli burada arpa unudur ki, bunun əsas işi o, əgər o təri biz hiss ediriksə də, məsələn, qoxu olmaya da bilər, lakin o təri biz hiss ediriksə də, arpa onu fiziki absorsiya edir. Yəni orada onu maqnit kimi suyu çəkir və orada həmən bir quruluq prosesi baş verir. Bu seriyanı daha çox tərləyən insanlara, aktiv həyat tərzi sürən insanlara və qarşıdan indi yay gələndə, məsəl üçün bizdə termorequlyasiya prosesi daha da şiddətlənir. O insanlara daha çox biz tövsiyə edirik. Demək, ən önəmli səhv nədir? Antispirantların düzgün istifadə olunmaması. Demək, ilk olaraq, əgər bədən nəmdirsə, yaşdırsa da həmən dəriyə vurmaq olmaz. Əgər bir duş qəbul etmişsiksə də, çünki burada vəzlər istər-istəməz məsamələr çox açıq olur və ona görə biz dərimizi yaxşı qurulamalıyıq və önəmli bir 10-15 dəqiqədən sonra tətbiq olunmalıdır. Həddindən artıq neçə qat sürtmək. Yəni, insan tanıyıram, hər paltarını dəyişdikdə antispirant tətbiq edir. Yəni, qətiyyən bu da düzgün deyil. Artıq orada neçə qat əmələ gətirir və tərlədikdən sonra, əgər bir insan tərləyibsə də, pis qoxu artıq bundan gəlirsə də, onu istifadə edirsə də, orada yəni heç bir nəticə əlbəttə ki, əldə etmək düzgün deyil. Tüklər təmizləndikdən sonra bu adi lazer üsulu olar və yaxud da evdə hansısa bir ülgücdən istifadə ediriksə də həmən olmaz. Çünki orada dəridə sürtünmə olduğu üçün qıcıqlanma reaksiyası verər. Bu da bəzi səbəblərə gətirər çıxardır. Və ona görə bunu biz, əgər bizdən antispirant istəyən biz insanlara tövsiyə ediriksə də mütləq bunu deməliyik. Siz tətbiq edərkən
Bunlara mütləq riayət etməlisiniz. Yoxsa bəzən olur ki, insanlar dediyim kimi bir lazerdən sonra həmən tətbiq edirlər və orada qıcıqlanma yaranır və belə də bir anlayış ifadə olunur ki, məhsul keyfiyyətsizdir, məhsulun tərkibində hansısa bir maddə var. Xeyr. Və ona görə biz insanlara bunu deməli və yaxud da yaş dəriyə vururlar. Yəni burada da həddən artıq qıcıqlanmaya gətirə bilər, pH-ı poza bilər, neçə qat sürtə bilərlər, orada qaşınma verə bilər. Çünki artıq qalır, burada qaşınma hissi verir və ona görə bunları demək çox önəmlidir insanlara. Ə, Daha çox istifadə etməli, hər kəs istifadə etməlidir. Ümumiyyətlə antispirantlar haqqında məqalələrdə, yəni hansısa bir ciddi bir fəsad verən bir araşdırma heç yəni rastlamadım. Yoxdur da demək olar ki. Yəni heç bir yerdə təsdiq olunmayıbdır ki, antispiratlar hansısa pis xəstəliklər yaradır və yaxud da xərçəngə gətirir. Belə bir şey yoxdur ümumiyyətlə. Yəni çünki əgər bir insan istəyir ki, bir özgüvənli olsun, əlbəttə ki, tər qoxmasın, biz bunlardan istifadə etməliyik. Düzdür, əvvəllər yox idi, amma lakin indi hal-hazırda hər bir şey inkişaf edir, insanlarda daha özgüvən artır. Və ona görə də kimlər istifadə etməlidir? Mütləq hidroz insanlar, çünki bunlar həddindən artıq çox tərləyirlər. Yenə təlimin başında dediyim kimi bilmədən, yəni anidən bunlarda tərləmə hissi olur. Adi bir stressə qarşı, bu indi genetik də ola bilər, bəzi səbəblərdən də ola bilər. Hormonal dəyişikliklə ən çox da menopauza dövründə daha çox tərləmə olur. Yəni burada da yenə diqqətli olmalıyıq. Bizə müraciət edən insanlara mütləq bunu tövsiyə etməliyik. Yay mövsümündə çox önəmlidir. İdman edənlərə çox önəmlidir. 12 yaşdan sonra hər bir kəsə tövsiyə edirəm. Əgər 12 yaşdan aşağıdırsa da, hiporhidroz prosesi varsa da, əlbəttə ki, onlara da tövsiyə etmək mümkündür. Yekunda isə bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, ümumi götürdükdə antispirantlar təri öldürmür, bədəni bloklamır. Onlar sadəcə qısa bir müddətlik balans yaradır. Əgər biz mexanizmi düzgün algılasaq və onu düzgün şəkildə tənzimləsək, əlbəttə ki, onun heç bir fəsadını biz görmərik. Əks təqdirdə biz daha özgüvənli bir insana çevirərik. Ümid edirəm ki, maraqlı təlim oldu. Bu məhsul haqqında yadımda deyil, təlim olmamışdı. Bəlkə də ona görə də səhvləriniz daha çox ona görə idi və ümid edirəm ki, indən sonra, yəni bu gündən artıq məhsulları təqdim edəndə düzgün şəkildə və ən önəmli digər məhsullarla fərqini insanlara çatdırmaqdır. Ümumi bir məhsulu təqdim edərkən, yəni bir məhsulu biz təqdim ediriksə də, mütləq onun mexanizmini anlatmaq lazımdır. Anlatmaqdan öncə biraz da demirəm bütün brendlərinin, yəni yüngül bir müqayisə aparılmalıdır ki, insanların beynində belə bir işıq yansın ki, demək bu məhsulun mexanizmi nədir, mənim üçün lazımdır, yoxsa yox. Hər birinizə təşəkkür edirəm, mənə vaxt ayırıb təlimə qoşulduğunuz üçün. Ümid edirəm maraqlı təlim oldu. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.